Bir niyə səhv oldu deməli. Was to be-nin forması olduğuna görə how angry yox, how angry olmalıydı ki, sifət was'dan uzlaşdın, bir getdi. İkincisi, daha görək düzdürmü yoxsa səhvdirmi? Hər kəs baxsın. Burada pleasant, how'dan sonra sifətimi yazmışam pleasant. The perfume mübtəda, smell xəbər tam tamına yerindədir amma perfume üçüncü şəxsin təki olduğuna görə feilin sonuna s yazmalıydıq. Smell'in sonunda s olmadığına görə ikinci də getdi. Səhvdir. Üçüncüsü, how cowardly she looked yesterday. Uşaqlar, burada cowardly, friendly, elderly, silly, ugly bunlar sonunda ly olan sifət idi. Düzdürmü? Look'dan sonra da söz önü görmürsənsə, look at, look for, look through, look forward to söz önü görmürsənsə, o zaman bu 9F'dir. Yəni ki, link verb'dür. Düzdürmü? Link verb olduğuna görə də mən bura nə qoyacağım? Sifət qoyacağım. How'dan sonra sifətimi qoymuşam, mübtədamı qoymuşam, xəbərimi qoymuşam. Xəbərim keçmişdədir, yestədir, zərfimi də qoymuşam. Yəni mən onu today falan yazsam səhv olardı. 3 düzdür, heç bir sorun yoxdur. Dördüncüsü, how fastly he drives the car. Quruluş olaraq hər şey yerindədir. How, zərf, mübtəda, xəbər. Amma ingilis dilində goodly və fastly deyə söz yoxdur. Goodly, fastly deyə söz yoxdur deyə. Dördüncüsü səhvdir. Beşincisi, how friendly, cowardly, friendly, cowardly. How friendly the Smiths greeted us. Baxıram, indi burada nə var? Friendly nədir? Sifətdir. İndi burada greeted, salamlamaq. 9 fe'nin içində var idi. Link verblərin içində vardı salamlamaq. Link verblərin içərisində olmadığına görə mən bura nə qoymalıydım? Zərf qoymalıydım. Sifət yox. Düzdürmü? How'm var, sifətim var, mübtədam var, xəbərim var. Amma xəbərim link verb olmadığına görə mən bura zərf qoymalıydım. Sifət yox. How, friendly olmazdı. Başa düşdünüz? Aydın oldu. Bu getdi. Altıncısı, what a sweet cake did Zeyno bake. Burada nə var? Söz sırasının pozulması var. Yəni burada bu hissə tamamına yerindədir. Amma buradan bu tərəfə qatıqlayıb. Yəni mübtəda xəbər olacaq yerdə köməkçi feili qoyub səhv edib. Ona görə də 6 səhvdir. Yedincisi, how strangely her voice sounded. Baxıram, be, becomes, seem, taste, look, get, sound. Bayaz, sound 9 fe'nin içində var idi. Sound 9 fe'nin içərisində varsa, o zaman mən bura nə etməliydim? Sifət qoymalıydım. How strange, sonra mübtəda, bu da xəbər. Başa düşdünüz? Ona görə 7-cisi səhvdir. 8-cisi, how terribly exhausted your teacher is looking. Necə də dəhşətli yorğun görünür sizin bu müəlliminiz. Hal-hazırda onu bəlli eləməsən də elədir. Baxıram burada nə var? Your teacher mübtədadır, is looking xəbərdir. Lookingdən sonra sözünü görürsünüz. Görmürsünüz? Sözünü görmədiyinizə görə mən burada nə qoymalıyam? Sifət qoymalıyam. Exhausted nədir? Sifətdir. Düzdürmü? Zərf sifəti təyin edir də, düz deyil. Zərf sifəti təyin edir deyə burada heç bir problem yoxdur ki. Bax, mübtədam var, xəbərim var. Xəbərim link verb olduğuna görə sifətimi qoymuşam, düzdürmü? Zərf də sifəti təyin edir. Əgər bura zərf qoysaydım səhv olardı. Zərf zərfi təyin edirdi. Orada da is looking buna düz gəlməzdi. Amma mən burada nə etmişəm? Is lookingə görə sifətimi yazmışam. Bunun qabağındakı zərf də bu sifətə aiddir. Ona görə 8 düzdür. Dediniz, how terribly exhausted your teacher is looking. Başa düşdünüz və gəldik 9-cusuna. What an interesting news program is. Düzdür sizcə bu? News. Burada iki isim yan yana gəlirsə söhbət ikinci isimdən gedir. İkinci isimə news'a görə baxmıram. İkinci isimə görə artiklımı qoymuşam, problem deyil. Amma cümlədə mübtəda yoxdur. Başa düşdünüz? What an interesting news program. Burada verilməli idi 2 isim. Mübtəda olmadığına görə 9 da səhvdir. Başa düşdünüz? Nə olsaydı? News olduğunu təminatı götürəcəkdik. How olsaydı, belə olacaqdı. How interesting the news program is. Bax, əgər bunu how-ya dəyişirəmsə, necə edirəm? How-nu qoyuram. Artikel çıxdı. Interesting-i qoyuram sifətimi. How interesting. News programın qabağına z artikeli qoyuram. The news program və is. Oldu. How, sifət, the news program, mübtəda, izdə xəbər. Bildiniz? Bu arada, what-la olan nida cümləsində how-ya, how-la olan nida cümləsində what-a rahatlıqla dəyişmək olur. Problem olmur. Gördünüzdə dəyişdik. Və gəldik 10-cusuna. How amazingly interesting serious are. Baxıram. How var. Amazingly nədir? Zərfdir. Interesting nədir? Sifətdir. Zərf sifəti təyin edibdir. Çünki burada ar var. Ar var, ona görə təyin edib. Amma bu isimin qabağına z, ma, your, toms, bobs təyin edici olmalıydı. Təyin edici yoxdursa bu səhvdir. Çünki how isimə nifrət edir. Başa düşdünüzmü? How olan nida cümləsi isim olmaz. Əgər o ismi mübtəda eləmək istəyirsənsə, bunun qarşısına bir təyin edici qoymalısan ki, o mübtəda olsun ki, bu düz olsun. Bildiniz? Yəni sıralama düz idi. Amma buradakı sırf bu mübtəda söhbətində qatıqlayıb, ona görə getdi. 2 dənə doğru cavab var idi. 3, 8. Cavab 3, 8. Yazanlara baxaq. Yoxdur. 3, 8 yazan yoxdur. Tamam. Əsas odur ki, başa düşdünüz. Ben bir şey diyebilirim. Denə.